Bakıda gəzinti. Mənim üçün bu hər zaman bir zövqdür. Doğrudur, çox vaxt gəzintiyə çıxmaq alınmır. Həmişə harasa tələsirəm, qaçıram. Hətta təcili bir iş olmasa belə yenə tələsirəm. Çünki biraz sonra o təcili iş mütləq ortaya çıxır. Bugün də qaçmalıydım, amma elə alındı ki, arada bir boşluq yarandı və növbəti görüşə qədər piyada gəzməyə qərar verdim. Doğma şəhərimin küçələri ilə gedirdim və ona gülümsəyirdim. Səhər Bakısını xüsusilə sevirəm. İnsan çoxluğu yoxdur, səs-küy yoxdur, çox hava, çox genişlik və çox gözəllik var. Hətta adi küçələr belə səhər vaxtı mənə xüsusi görünür. Ona görə ki, detallar görmək olur. Sabahınız xeyir, əziz Bakılılar və şəhərimizin qonaqları. Hamınıza uğurlu gün arzulayıram.